Rafael Fiziyevin nokaut olmağı biraz gözlənilməz oldu. Fiziyev və Rufi döyüşü üçün təxmin verdikdə döyüşün böyük ehtimal xal hesabı ilə bitəcəyini və Fiziyevin qalib olacağını düşünürdüm. Təsadüfi bir zərbənin hər şeyi dəyişə biləcəyini qeyd etsəm də bunu gözləmirdim. Ancaq təəssüf ki, qarşılaşmanın ikinci raundunda Rufinin göndərdiyi arxa əl zərbəsindən Fiziyev naqdan vəziyyətinə düşür və özünü nə qədər doğrultmağa çalışsa da Rufi imkan vermir və ardıcıl zərbələrlə Rafael Fiziyevi bitirir. UFC Azərbaycan kartında Fiziyevin Bahamindesə qarşı göstərdiyi performans hara, bugün göstərdiyi performans hara. Rafael Fiziyev niyəsə heç sürətindən istifadə eləmədi, məsafəni qısaldıb güclü və sürətli kombinasiyalarından istifadə etmədi. Justin Gage'ini, Bahamindesi yerə alan Fiziyev niyəsə Rufini yerə almağa heç cəhd belə göstərmədi. Sadəcə olaraq qarşısında qaldı və ayağına low kick zərbəsi indirdi. Və təbii ki, boy fərqindən istifadə edərək Rufi çox rahat zərbələrini Fiziyevə keçirdirdi. Yəni qısacası mən bu cür performans gözləmirdim və olduqca təəccübləndim.